Bu binada bu qiymətə belə bir mənzil yoxdur, yəni tapmaq çətin məsələdir. Hansı binada, indi onu qeyd edəcəm sizə. Nəyə görə? Çünki həm təmir cəhətdən, həm proyekt cəhətdən, həm yerləşmə cəhətdən, həm də dediyim kimi bina cəhətdən. Yerləşməni deyim, yerləşir Gənclik Nərimanov intervalında, daha çox Nərimanova yaxın, metroya yaxın, Heydər Əliyev mərkəzinin yanı, yəni hər yerə yaxın bir yerdir. Mənzil də yerləşir Whitestone Tower yaşayış kompleksində. Binanı tanıyanlar bilir. Necə bir binadır? Premium binadır. Bütün şərait var. Yeraltı avtoparking, uşaq meydançaları, geniş həyət, yaşıllıq sahə, yəni hər bir şey ideal səviyyədədir. Mənzil də gözəl, keyfiyyətli təmin olunub. Eyni zamanda bütün əşyalar, mebel, məişət texnikaları hamısı tanınmış markalara məxsusdur. Hamısını da deyəcəm. Vaxt itirmədən başlayaq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə böyük güzgü yerləşdirilib, gizli işıqlar tam axıra kimi. Döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. Gəldikdə girişdən bu hissədə üzbəüz divarçı dolabımız yığılıb. Tam axıra kimi dərinlikdə ideal səviyyədədir. Paltar, ayaqqabı, istənilən əşyanı rahatlıqla yerləşdirmək var. İşıqlandırma da lüstr, spot, gizli işıqlar, kölgə profildən istifadə olunub. Otaqların yerləşməsini deyim, burada yerləşir mənzilin yataq otağı, bura isə sanitar qovşaq. Və bu hissədə isə yerləşir mənzilin mətbəxi, bura isə artıq gördüyünüz mənzilin qonaq otağıdır. Girişdə dizayn olan tablolar yerləşdirilib, bura işıq və dediyim kimi keyfiyyətli təmiri var. Mənzildə istifadə olan elektrik qutular belə orijinal Panasonicdir. Gəlin, qonaq otağını göstərim sizə, burada nə var, nə yox. İlk öncə onu deyim ki, döşəmə, parketdir. Bu hissədə divanımız, jurnalli, 6 nəfərli masamız yerləşdirilib, 3 vitraj pəncərə var qonaq otağında. Jalüzlərdən istifadə olunub, dekor pərdələr. Qonaq otağının bu hissəsində şkafımız yığılıb, aksesuarlar, kitablar, istədiyiniz əşyanı yerləşdirə bilərsiniz. İçərisində güzgüdən istifadə olunub. Kondisionerə kimi hər bir şey var. İşıqlandırmasında lüstr, spotlar, gizli işıq, trek işıqlar və bu hissədə TV stendimiz yığılıb. Sol və aşağı hissəsi bu hissələri şkafdır. Böyük ekran televizorumuz yerləşdirilib və mebellər də hamısı membrandır. Qonaq otağından bu qədər. Keçək, vaxt itirmədən mən sizə göstərib mənzilin mətbəxinin, qonaq otağının yanında yerləşir demək olar. Girişdə olan üstü döşəmə, burada davam etdirilib döşəməsi qranitdir. Yeni mətbəx mebelimiz yığılıb, tam axıra kimidir, yuxarı hissələrdə eyni ilə şkafdır. Dərinlikdə yaxşıdır, üstü və sinəli mərmərdir. Qaz peçi, aspirator, soba, dediyim kimi hamısı tanınmış markalara məxsusdur. Soyucu, yuxarı hissəsi də eyni ilə şkaflar, yəni çoxdur. Buradan mənzilin eyvanına çıxış var, həm buradan, həm yataq otağından. Bunlarda da jalüzdən istifadə olunub. Qarşısı da açıqdır. Nərimanov istiqamətində baxır bura. Qonaq otağına isə həm Nərimanov, həm də Gənclik istiqamətində. İstilik sistemi kombidir. Aparatda quraşdırılıb. Hazır vəziyyətdədir. Keçək, mən sizə göstərim mənzilin yataq otağına. Bayaq qeyd etdim, girişdən gəldikdə burada sağ tərəfdə yerləşir. Burada yataq dəstəyi ilə tam olaraq təchiz olunub, taxtımız yerləşdirilib, arxası mebel işləmələr, dekor güzgülərlə bəzədilib. Burada belə gözəl təşkil işığımız, lüstr və buradan bayaqki eyvana da çıxış var, həm buradan, həm də mətbəxdən. Bu hissədə dolabımız yığılıb, yəni içərisində göstərim, içərisində işıqdan istifadə olunub. Yəni mənzildə şkaflar çoxdur, nəzərə alınıb, əşyalarınızı yerləşdirmək üçün burada make-upımız, güzgü, yuxarı hissədə isə kondisioner yerləşdirilib və burada da döşəmə parketdir. Burada isə yerləşir mənzilin sanitar qovşağı girişdən sol tərəfdə. Bütün aksesuarlar yerləşdirilib, duşkabin yığılıb, qara rəngli aksesuarlardan istifadə olunub. Divarçı unitazımız ECA firmasına aiddir. Burada isə moydadır yerləşdirilib. Və burada təbii ki, isti döşəmə ilə təchiz olunub, maraqlı, teksturalı qranitlər seçilib. Belə, mən demək olar mənzildə olan hər şeyi, hər xırdalığına qədər sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Dediyim kimi yerləşir Whitestone Tower yaşayış kompleksində. Nərimanov metrosuna piyada 3-4 dəqiqə məsafə, Heydər Əliyev mərkəzinin yanı, Gəncliyə də yaxındır. Mənzil premium binadır. Dediyim kimi yeraltı avtoparkingi, geniş
həyəti, uşaq meydançaları, hər bir şey ideal səviyyədədir. Mənzil 2 otaqlıdır, yəni qanuni 2 otaqlıdır. Digər yeniçili binalarda bilirsiniz, bu ölçülər 1 otaqdan 2 otağa düzəlmə olur. Amma bu qanuni 2 otaqlıdır, 55 kvadrat ölçüsü var. Yerləşir 14-cü mərtəbədə. Necə görürsünüz, elə saxlar. Bütün mebel və texnika hamısı qiymətə daxildir və mənzilin qiyməti 299 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.